Hər kəsə salam. Necəsiz mənim kanalımın gözəlləri, çiçəkləri? Sizin xoş rəylərinizi oxuyandan sonra həqiqətən çox sevinirəm, çox şad oluram. Yəni aranızda elə gözəl rəylər yazanlar var ki, sanki tanışımdır, qohumumdur, məni tanıyır. Həqiqətən mən də sizi çox sevirəm qızlar. Nə yaxşı ki varsınız. Ona görə istədim ki, videoya belə başlayım. Bu arada kanalıma və vloguma xoş gəlmisiniz. Bu günləri pəncərədən baxanda gördüm ki, belə dağa qar yağıb. Dedim, yaxından çəkim sizə də göstərim, bəlkə maraqlılar. Bu dağı da belə görəndə şaxlaq yadıma düşür, amma ki bu illəri gedə bilmədik. Hətta buna görə palto falan da almışdım. Amma qismət, inşallah gələnlər. Bundan öncəki vlogda paltarları göstərmişdim sizə ki, həm qatlanmalı, həm ütülənməli paltarlarım var idi. Onlar təəssüf ki, həmin vaxt eləyə bilmədim. Çünki axşam iftardan sonra o qədər də hal-əhval olmur iş görməyə. Ona görə bunları saxladım səhəri günə. Səhəri günsə təzə vlog başladığım üçün bunları bu vlogda həll edirik. Belə qatlanmalı paltarları qatlayıb yığmışam. Ütülənməli paltarlar isə burdadır. Ütü masasında açmışam, qoymuşam ora. Buradakı dəsmalları da hamama qoyacağam. Belə paltarlarım isə yenə də həmişə kimi çoxdur. Yəni qızlar, bizdə paltarlar bitmir. Nə qatlanmalı, nə ütülənməli, nə də ki yuyulmalı paltarlar. Yəni bildiyiniz paltarlarla savaşdayım. Nəysə, gördüyünüz kimi yenə də paltarlar çoxdur. İndi isə başlayıram bunları yavaş-yavaş ütüləməyə. Bilirsiniz ki, yəni ütü işini heç sevmirəm, amma məcbur. Belə, bunlar da hazır. Ütülədim, yığdım bura. İnsə gedirəm bunları yerinə asmağa. Qızlar, axşam iftar üçün belə yemək hazırlayıram. Ciyər qovurması. Bir də ki, önəndən qalan supum var, mərci supu. Bugünkü iftarımız isə belə. İnsə bunu qoyum çöldə bişsin yavaş-yavaş. Buraların isə halını göstərim sizə. Görürsünüz, bütün yağdı. İndi isə buralar beləni təmizləyim, sonra yeməyi qoyum bişməyə. Qızlar, yeməyimiz belə. İndi isə bura belə tomat, duz, istiyot, bir də ki nanə var. Onları atıram. Biraz da qovrulsun, suyunu əlavə edəcəm. Necə baxır məndə. Nə istəyirsən? Yemək istəyirsən? Yaş. Gel. Gel Poytu. Al Poytu. Uy. Dayan. Bakalım sana. Gel. Gel. Ay ay düştü yere biri. Çek, ağzımın için çek, burnumun için çek, kulağımın için çek. İmkan vermezsen ki bir rahat süreyimizi. Bu arada biraz tuz az olup ama neyse. Tavana qoydum. İndi isə istəyirəm ki, belə silvetin yağ. Əslində duru yağ olsa daha yaxşı olardı. Sadəcə olaraq diyi üçün belə. İndi bu ərisin. Burası isə bizimlə qızaracam. Hansı ki, keçən vlogda demişdim, ətli bükmələr. Daşım ondan istədiyi, ona görə bunları qızaracam. Sadəcə olaraq tava biraz qızsın, yağ təmiz ərisin sonra. Burada isə mini bazarlığımızı göstərirəm sizə. Burada belə qoğal var. Yəni şirin qoğaldır. İmsak üçün alıb yoldaşım. Sonra belə bir fıstıq var. Yəni buna çox bayılıram. Həqiqətən qızlar, o qədər xoşum gəlir ki, bundan demələr ki, bağımlısına çevrilmişəm. Yəni tez-tez alır yoldaşım, sağ olsun. Sonra isə belə bir su, bir ədəd belə simiçka yağı, zeytun yağımız bitib. Bir də ki, belə qoz ləpəsi var. İstəyirəm ki, kətə hazırlayım. Hansı ki, biz Hacıoğluna gedəndə yolda aldığımız kətədən. Sonra isə belə 2 ədəd dururdu, yəni maya. Əslində məndə var, sadəcə şoka qabların içində dedim, bir də onlar da belə keyfiyyəti itər. Yəni xəmirim yaxşı alınmaz, ona görə yenisini aldırdım. Sonra isə belə pesokdur. O da bitmişdi evdə, ona görə. İndi isə gəlin sizə Optoboydan aldıqlarımızı göstərim. Bir ədəd əl sabunu, bir ədəd belə Head & Shoulder. Yəni biz bunu istifadə edirik. Hətta bundan 1-2 dənə alıb yoldaşım və yenə bir əl sabunu, bir ədəd belə diş pastası, bir ədəd belə Gabionun kapsulu bitmişdi. Belə bir kapsul və bir ədəd belə Gabion üçün duz, yenə də Head & Shoulders və yenə də Head & Shoulders. Alışverişimiz bu qədər. Çekləri yox edicisindəki baxım deyim qiymətlər nə qədər tutub. Süfrənin indiki halı. Nəysə qızlar, keçirəm buraları yığışdırmağa. Sürətli rejimdə qoyacağam, izləyərsiniz. Qabları Gabion'u yığmamışdım. Bax, içində biraz var, amma ki istəyirəm sizə göstərim. Orada duz tökülməli olan hissəyə istəyirəm ki, duzunu tökün. Yəni mən bunu alandan duz tökməmişəm.
isə sizi qoyuram tripota, mən isə sürətli rejimdə keçirəm buraları səliqəyə salmaq. Belə qızlar, buraları da belə yığışdırdım, oldu tərtəmiz. İndi isə bir stəkan çay içib, sonra başlayıram kətə bişirməyə. Qızlar, çayı bunda deməyirəm hələ ki, çünki istəyirəm ki, çaynik atım qabyana. Yəni, onun içini falan bütün hər tərəfini təmizliyi olsun. Ona görə belə. Qızlar, deməli, mən keçən vlogda demişdim ki, sizə bəs bunu asandan sonra göstərəcəm. Amma ki, sonradan gördüm ki, o hissəni çəkməmişəm. Ona görə dedim, belə göstərim. Baxın, bu, yəni mənim şahmeranımdır, aksesuardır. Bunu belə taxmışam. Çünki buna belə qızılı ip falan heç nə almamışdıq. Ona görə bu il bunu belə idarə edirik. Gələn ilmə buna. Yəqin ki, gələn ildə buna sadəcə olaraq sep formasını alaram. Bu buradan belə artıq qalmaz. Sep forması olsa məncə o qədər də pis görsənmir. Qızlar, indi isə gəldim kətəni hazırlamağa. Bizə lazımdır 1 stəkan ilıq süd, yarım stəkan pəsök, 1 yemək qaşığı maya və bunları qarışdırırıq. 5 dəqiqə mayanın çalışmasını gözlədikdən sonra üzərinə 1 ədəd yumurta, 1 ədəd yumurtanın ağı, sarısını üzəri üçün saxlayırıq. Biraz da duz, 1 paket vanil, 100 qram əridilmiş kərə yağı və yenə qarışdırırıq. 4 stəkan yarım unu hissə tökürsünüz və bunu tökəndən sonra yerə də dağıtmağı unutmursunuz. Sonra isə bunu qarışdırırıq. Və qızlar, nəticədə belə yumuşaq xəmir alınır. İndi isə bunu qoyuruq 40 dəqiqə mayalanmağa. İçliyi üçün 100 qram ərimiş kərə yağı, 1 stəkan şəkər tozu, 1 paket vanil və bunları qarışdırırıq. Sonra isə üzərinə 1 dolu stəkan un əlavə edirik. Olmaz halına gətiririk. Qabını dəyişdim çünki bayaqki qab balaca olduğu üçün. Burada belə qoz ləpəsi var. İstəyirəm ki, bunları da əzim, yüküm onun içinə. Biz də artıq buradadır. Yəni mayalanıb. Hazırlayım. Sonra isə bunu 6 yerə bölüb, başlayıram etlərini doldurub sobaya qoyub bişirməyə. Bunu belə yaydıqdan sonra qızlar, mən də tərs üzünü çevirmişəm, ona görə belədir. Yemizdən 2-3 qaşıq içini əlavə edirik, sonra bişiririk. Biraz bol-bol əlavə edirəm ki, içi çox olsun. Çünki mən içi dəhşət çox hazırlamışam. Yəni yağı ölçmədim, yağ 100 qramdan çox oldu deyə, ona görə pəsöy də onu da normasından çox apardı. İçlərini doldurdum, bükdüm. İndi isə qoyuram belə 20 dəqiqəlik yenə də mayalanmağa. Qızlar, deməli saat 1-ə işləyir. Hansı ki, bundan öncəki vlogda demişdim sizə. Damaşnimin orduraya gedib, nədir, oğlum gec yatır, baxın. Yəni, mən yat deməsəm, gedib yatmaz. Atasını da telefonunu götürüb, burada qəşək-qəşək gizlin oynayır. Hə, Mehdi? İndi isə qızlar, onlar mayalana qədər, yəni mən adət ənənəmi yerinə yetirdiyim üçün bu dəqiqə çox xoşbəxtəm. Buraları belə başlayıram yığışdırmağa. Deməli qızlar, burada isə 1 yumurtanın sarısı və 1 xörək qaşığı süd var. İndi isə bunları qarışdırıb, buna kətələrin üstünə çəkəcəm. Burada biraz da qabarıqlar. Bunları da üstünü yumurtalayıb, sonra üstünü belə çəngəllə xətləyirik, deşirik, sonra isə qoyuruq sobaya bişirlər. Sonra belə, bir qatırıq. Bunlar da belə hazır. İndi isə bunları 190 dərəcədə sobada alt üst rejimdə qoyuram pişməyə. Bu arada qızlar, dünəndən belə keksində qalır. Hansı ki, dünən eləmişdim, amma içini göstərməmişdim. Yəni, çox qəşəng pişmişdi, həqiqətən çox qəşəngdir. İndi isə bunu da başqa bir qaba qoyuram. Sabahları imsaq vaxtı üçün həm keks, həm kətə, həm də ki, yoldaşım qoğal almışdı onlar. Bu qabın böyüyünü almalıyım əslində qızlar. Sadəcə olaraq hələ ki, belə bazara falan gedə bilmirəm deyə ala bilmirəm. Amma inşallah sədərəyə geçsəm, düzü indi bundan yox, belə şüşədə ağzı bağlı. Nəsə Trendyoldan almışdım, qızlar Karacadan almışdım. Bundan 2 dənə almışdım, bir də bunların çaşkaları da var. Baxın qızlar, onun dediyim çaşkası da budur, belə ürək nəlbəkli, stəkanlı. Yəni bunlardan çox-çox xoşum gəlmişdi həqiqətən. Bunları da yığışdırdım belə. İndi isə gəlin sizə kətələrimi göstəreyim, hətta üzəri qızarıb. İndi onlar da qızarsın. Baxın qızlar, üzəri də artıq hazırdır. O qədər də əlimi vura bilmirəm, amma yəni dəhşət yumuşaq alınıb da, qəşəngdir. Sobaya qoyacaqdım, sobanı atmışam ki, soyusun. Bunları sobaya qoyum, üstünü örtüm qalsın.
Yəni əlimə götürdüm ki, çox yumşaqdır da. Görürsüz necə? Bilmirəm də videodan hiss olunur yoxsa yox, amma yəni dəhşət yumşaq alınıb həqiqətən. Bunları da qoyuram indi sobaya. Sobanın ağzını biraz açıb qoyacağam. Qızlar, bugün istəyirəm ki, bu pəncərələri silim. Görürsünüz nə günədə. Orada da belə hazır ustalar yoxkən. Dedim, buraları belə silim, təmizləyim. Həm buranı, həm də ki, o birisi uşaqlıqlarının pəncərəsini silim. Tərtəmiz. Nəysə, pəncərənin indiki halı, yəni əvvəl öncə eləyək. Bu isə qızlar indiki halı, görürsünüz. Qızlar, bunlara fikir verməyin, bunlar hamısı cızıqlardır. Onlar da niyə bayaq dediyim o köpüklərdən şüşələrə falan da tökülmüşdü. Onlar belə sürtəndə belə şüşələrdə cızılıb. Belə oldu. Tərtəmiz. İsə qızlar, keçirəm o birisi detskinin pəncərələrini silməyə. Bu da qızlar, bunun son halı. Bu da belə tərtəmiz oldu. İndi sizə göstərmək istəyirəm. Həyətində ağac tumurcuq, baxın elə. Yəni bu tumurcuq halında olanda o qədər sevinirəm ki, ağacları belə görəndə. Artıq hiss edirəm ki, həqiqətən də yaz gəlir. Yəni çox gözəldir. Hətta rayona getmək istəyirəm belə hava olanda. Qızlar, bu pəncərəni də bitirdim. Əslində işlərim çoxdur, bilmirəm ki, hansından başlayıb. Həyəti yumalıyam, kuklanın arxasını yumalıyam. Sonra mətbəxdə dolabların iç hissələrini silməliyəm, hansı ki, yuxarılı, aşağılı, hər tərəfi. Bilmirəm, hardan başlayayım. Bu arada qızlar, burada belə cızıqlar var. Bunlar da yenə dediyim kimi şüşəni təmizləyəndə. Yəni bunu mən təmizləməmişəm. Ona görə belə olub. Əslində mən təmizləsəydim, o şipakerlə falan belə təmizləyərdim. Onda həll olmazdı. Nəysə. Qızlar, indi isə belə nərdivanı qoydum bura. İstəyirəm ki, başlayayım yavaş-yavaş. Bunları indi silməyə. Bu arada bunu Temu'dan almışdım. Bunun çaşkasıyla birlikdə almışdım. Bunlar da belə limon qabıdır. Qızlar, bunlara sədərlikdən almışdım. Çox şirin, çox minnoşdur. Görəndə elə xoşum gəldi. Belə qızlar, baxın, buraları da hər tərəfə sildim, yerlərinə yığdım. Belə son olaraq belə görsənir. İndi keçirəm o birisi dolabları. İndi qızlar, buraları yığışdırıram. Yəni buralar gördüyünüz kimi dağınıqdır. Belə buraları da boşaldım, silim. Son nəticəni göstərirəm sizə. Bunları da bura yığdım. Buranın da yekun halı. Baxın, belə. Bunlar xurmalıqlardır. Onları da belə hamısını bura yığdım ki, bir yerdə olsunlar. Çünki yarısı buradaydı, yarısı o birisi dolabdaydı. Bura isə qızlar digər dolabın içidir. Belə, buralarda belə biraz səliqəsizliklər var. İndi isə bunlar hamısını yığım aşağıya. Buraları da silim, olsun tərtəmiz. Hətta bunları keçənlərin Novruz bayramı üçün almışdım. Baxın, bu yumurta qabları, onlar konfet qabıdır. Bunlar isə belə ləpə qabı falandır. Görürsünüz, oralar necə tozlanıb, indi oraları siləcəm. Bunu isə Trendyoldan almışdım, Emsandan. Amma indi baxıram ki, artıq Trendyolda Emsan yoxdur, yəni bağlayıblar. Almaq istəsəniz buradakı Emsanlara baxa bilərsiniz. Buraları da belə sildim, oldu hər tərəf tərtəmiz, tozluydu, artıq indi tozlu deyil. Bunları da belə yerləşdirdim. İndi isə bu şkaflardan çıxan artıq əşyalara baxın bir dənə. Bunları hamısını yığışdırmalıyam. Kəsəni öz yerinə qoymalıyam. Amma əsas odur ki, buralarda olan bütün qarma-qarışıqlıq hamısı getdi. Belə, buranı da bağlayırıq. İndi isə keçirik. Baxın, bu iki dənə belə böyük dolaba. Burada isə qızlar qablar, yəni dəhşət çoxdur. Çox belə xırda-xırda da hər şey. Yəni bura biraz belə başa düşürəm ki, çətin olacaq. Bunları yerə qoy. Silmək asandır, amma bunları yerə qoy, sonra təzədən yerləşdir. O hissələr biraz çətin olacaq. Nəysə. Çətin də olsa bunu mən eləməliyəm, yəni getdim. Qızlar, buralar da belə. Yəni əlimdən gəldiyi qədər səliqə salmağa çalışdım. Yəni stəkanlar falan çoxdur. Əslində bunları istədim ki, bir polkaya yığıram. Qablar isə bir polkada olsun. Sadəcə olaraq bunlar mənə bilirsiz lazım olur tez-tez. Ona görə belə yuxarı qoymaq istəmədim. İndi aşağıda qablar da yenə lazım olur. Yəni ona görə belə. Qızlar, buraları da belə sildim. O yağı da oradan götürə bilmirəm. Çünki aşağı ərzaq dolabına yerləşmirdi, yəni məcbur orada qalır. Yəni ancaq buralar hündürdür. Buraları da belə yığdım. Buraları da sizə göstərmişdim. Aha, bu iki dolab da hazır. Qaldı aşağı hissələr, o siyirmələr. Bir də buraların üstünü hər tərəfə həll eləməliyim. Oradakı siyirmələr də qaldı. Artıq buraları tam belə yekun halını yığışdırım, bitirim. O siyirmələri falan da təmizləyim. Gəlirəm. Bütün siyirmələrin içlərini, üst dolabları sizə göstərmişdim. Buraları falan da hər yeri yığışdırdım. Yerləri falan da tozlar anladım. İndi isə siz nə etmək istəyirəm? İndi bir dənə qalıb buraları yığışdırmaq. Bir də ki, bu toyuğu istəyirəm ki, doğrayım, qoyum, qaynasın. Çünki artıq iftar vaxtına az qalır. Ona görə deyirəm ki, bu kənd sopasıdır. Bunun bişməyi də bir vaxt aparır. Ona görə bunu birinci qoyum, qaynasın. Sonra isə
Bu arada qızlar, mən sizə deyirdim, bəs həyəti falan yumaq istəyirəm. Bir də ki, oralar falan belə yığışdırmaq istəyirəm. Onları bilmirəm, hələ ki çatdıra bilərəm, yoxsa yox. İndi toyuğu qoyum qaynasın, görüm hələ vaxtım qalsa gedib həyəti yuyaram, sonra isə gəlib buraları silərəm. Belə, bugünlük işimi yekunlaşdırmış olaram yəqin ki. Buraları görürsüz. Bütün piskinlər. Əslində buraları keçən səfər yoldaşım yumuşdu. Bu kebab bişirəndə. Sadəcə olaraq indi təzədən obşu yumalıyam. Çünki yerdə kağızlar falan belə zirzibil qalıb. Onları götürüm. Bir də ki, o yuxarı hissəni də yumalıyam, o pilləkənləri, oraları falan da yumalıyam. Nəysə, indi isə suyu açım, başlayım yumağa. Və həyətin son halı. Səsimdə də gördüyünüz kimi əməli başda yoruldum. Buralarda belə tərtəmiz. Hətta buralarda. İndi isə gedim artıq yeməmi hazırlayayım. Yəqin ki, ətim pişər. Orada göyərçinə baxın, atırıb. Ay uçdu. O da narahat olub getdi. Buraların indiki halını göstərim sizə. Baxın, qızlar, indiki halına baxın, görürsünüz. Yəni burada tərtəmiz oldu. Anlaşdırdığım işləri də bitirəndə çox sevinərəm həqiqətən. Yoxsa işim yarım qalanda heç də xoşum gəlmir. Belə yeməmiz də orada bişir. İndi hələ ki ona baxmamışam. Görək nə vəziyyətdədir.